Şəkəri salır, ürək düzəndirir. Bu neçədir bu Məkkə gülü? 1 manat stəkan. Deməli dayı bu papaqdır. Hə? Deməli buranın ən çox xoşuma gələn xüsusiyyətlərindən biri insanlardır. İnsanlar çox mehribandır. İnsanlar çox mehriban, çox qonaqpərvər. Salam hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. Bugün deməli Şamaxıdan Dəmirçi yolu ilə Lahıca tərəf gələn yolla gəlirəm. Buranın deməli təbiəti, havası o qədər gözəldir. Hər ildə demək olar ki, bir neçə dəfə bu yolu gedib gəlirəm. Hal-hazırda həmin yolda xeyli hissəsi dağılıbdır. Bərpa işləri gedir hər yerdə. İşləyirlər, yol düzəldirlər. Ətraf istədim sizə buradan göstərim. Buranın çox gözəl havası var. İnanın burada adam dayanır, heç getmək istəmir buradan. Havası çox gözəldir. Burada İsmailin kəndləri başlayır buradan. Demək olar xeyli İsmailin kəndləri var. Hamısı kiçik kəndlərdir, amma heç birinə əksəriyyətinə balaca maşınla getmək olmur. Müdrüdür, Əhənddir, Brovaldır, Namazgahdır, Lahışdır. Yəni bu zonada kiçik kəndlər çoxdur. Hamısı dağların ortasında az evlərdən ibarət olan, az yaşayışdan ibarət olan kəndlərdir. Amma çox gözəldir, çox möhtəşəm yerlərdir. Yəni buranın havasını almaq, inanın ki, nəyə desən dəyər. Bu yolla gedəcəm və qarşıma çıxdıqca sizə maraqlı yerlərdən göstərəcəm. Yəni yəqin ki, bir çoxunuz bu yerləri görmüsünüz. Həqiqətən də çox gözəldir. Yəni sadəcə gəzmək, görmək, hiss etmək lazımdır bu yerləri. İsmailinin Əhənd kəndidir. Təzə məhəllə dedim. Təzə məhəllə. Buranı da sizə göstərmiş olum. Mənzərəsi, təbiəti çox gözəldir. Qarşıda bizi Lahıc gözləyir. Lahıca çatırıq artıq. Deməli, bura Lahıcın yanıdır. Buradan İsmailin ən ucqar dağ kəndlərindən olan Müdridir, Başa kəndlərinə gedən yoldur. Amma bu dağların başındadır. Nivandan gələk bu indən 30-40 kilometrdə deyilər içəridədir. Getmək olan deyil. Sadəcə olaraq sizə göstərmək istədim. Adi maşınlar yəni getmir oranı. Burada da kəndlərə gedişlərin qoyublar. Müdri kənd. Amma çox gözəl kənddir. Az insan yaşayır. Təbiətin qoynunda gizlənmiş çox gözəl kəndlərdir. Qarşıda isə Lahıcdır. Lahıcın dağları. Lahıcın yanından keçmişdən dedim bir Lahıcı da deyim. Lahıcın dar küçələri. Baxın görək burada nə yenilik, dəyişikliklər var. Nə gözəldir buralar. El bulağı. Küçələrlə gedirsən nə gözəldir. Hər yer beləsi bulaqlardır. İndi gedək məscidə doğru. Burada bir qədim məscid də var. İndi ilkində namazın da vaxtıdır. Onu da qılıb inşallah yolumuza davam edək. Gedək məscidə doğru, gedək məscidə tapaq. Görək hardadır. Qardaş, buradakı məscidlərlə bağlı deyirsiniz 7 məscid var da. Bu qabaqdakı məscidin tarixi 300-400 il təxmin edirsiniz. Bunun
1400 tarixi var, amma Zəvara məhəlləsi daha Zəvar. Ən qədim aşağıdakıdır. Hə, burada 7 məhəllə olur. Hər Yeddi məhəllənin məhəllə. hamamı, Ayrıca özlərinin, bəli, bəli. məscidi, bulağı, dəyirmanı, hamısının hər məhəllədə ayrı-ayrılıqlı olur. Hə, indi hal-hazırda həmin bütün məhəllələrdə yaşayış var da. Bütün məhəllələrdə yaşayış var, amma bəzi məscidlər demək olar fəaliyyətini dayandırıb da. Nətər belə qalır olduğu kimi qalır. Tarixi abidə kimi də belə. Qalır tarixi abidə kimi, amma fəaliyyət göstərən 2 məsciddir. Biri bu indi aşağıdakıdır, biz Biri Ələcid məhəlləsindədir, biri burada Bədöy məhəlləsindədir. Bir də o Zəvara məhəlləsinin arada cümə axşamlarda da belə deyə açırlar. amma azan verilir də, yəni vaxt namazlarının azan. verilir, hə, cümə məscidində də verilir, Bədöy məscidində də verilir, Ələcid məscidində də. 3-4 yerdə əzan olur. Sonra buranın tarixi görməli, qədim yuxarıda hamamdır, tarixi deyək, qədim çox danışılan belə deyək də. Buranın elə daşı divarı demək olar. Hər yer qədim. Hə, qədimdən də buranın arxitekturası çoxdandan götürülür. Çox sağ olun qardaş, Allah razı olsun. Sağ olun. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Deməli buranın ən çox xoşuma gələn xüsusiyyətlərindən biri insanlardır. İnsanlar çox mehribandır. İnsanlar çox mehriban, çox qonaqpərvərdir. Adam danışanda heç onlardan inanın ki, ayrılmaq istəmir. Gəlib deməli məscidə çatdıq. Minarəsi də görünür. Baxın, daşdan tikilmə çox gözəl bir məsciddir. Deməli, Bədöyün məscidi 1791-ci ildə tikilibdir. Biraz sizə onun içində göstərim. Bismillah. İçi nə gözəldir. Baxın necə huzurlu məsciddir. Deməli dayı bu papaqdır. Yəni bunu hazırlanmışsınız, tamamlanmış işlər gedir. Bunu uca tikirəm, içərisini tikirəm ki, uca çevirim o biri üzə, bir bazda döyəşliyim. Hazır papaqdır uca. Qışa hazırlıq görürsünüz, hə? Qışa deyəndə ki, indi çörək pulumuzdur da Allah. Allah yetirsin. İşimiz yox, gücümüz yox. Çörəyimizi bundan çıxardırıq. Allah yetirsin dayı, Allah yetirsin. Çox sağ olun. Necə maraqlıdır. Xanım, bu lahazın özündə hazırlanır. Əl işlərdir, həm bu hamısı. Qədim sənəti davam etdirirlər lahacda. Məsələn, bunlar neçəyədir bu belə? Tutaq ki, məsələn, bunlar neçəyədir? 45 manat. Bunlar misdəndir də, eləmi? Misdə var latında. Bunlar neçəyədir belə? Qiymətdə fərqlidir. Məsələn, bu 90 manat. 90 manat. Lahajda bir dənə də məscid sizə göstəreyim. Baxın nə gözəldir, dağların düz ətəyində. Şəkəri salır, reyting zəmbiri. Bu neçədir öz Məkkəcili? 1 manat stəkan. Bu şəkərə qarşı Şəkəri salır, təzyiqi salır, reyting. təzyiq. Bu qızıl gül. O da eyni funksiyalarda. Bu nədir? Və gülün bahar. Bahar qaraciğərdə olan yağlanma. Qaraciyər. Bu ramaşkadır. Bəli. Bu hamısı stəkanı 1 manat deyirsən. 1 manata da var, 2 manata da var. Bu yəqin kək otudur. Bəli, kəşfiyyatın növləri. Bu nə köküdür? Daş qapandı, daşçayda deyirlər. Böyrənin daşı təmizləyir. Hə, daş qapan. Börək daşının dərmanı. Çox maraqlıdır, çox qəribə. Özünün buranın tikkiləri. Çox sağ olun qardaş. Sağ ol, xoş çıxır. Çox sağ olun. İç burnu.
Biraz da Lahazın hündürlüyündən sizi ətraf dağları göstəreyim. Bura baxın. Bəh, bəh, bəh. Nə gözəllikdir bura. Dayı, siz baxırsınız bura. Bu şallar neçədir ki dayı? Onlar kaşmirdir. Bunlar əllə toxunmadır. Burada. Bak o baştan bak. Oradan hamısı işlemeler bak. Hə, bunlar işləmə. Kırmızı da, kırmızı şart. Bunların qiyməti neçədir dayı? Her kıymete var ölçülerle böyle. 25 var, 20 var, 15 var, 22 var. Bax bu neçədir məsələn bu? Onlar son kıymet 22 satmışım. Onlar ancak buradadır. İçeride yoktur. 22 hə. Çox gözəldirlər, ona görə soruşdum. En yaxşı gedən maldır bir də. 15 tane balık onlardan. Kaşmir. O da Lahıza gedəndə o məşhur yol. Baxın bura sıldırım. Adam buradan keçəndə qorxur. Elə bilirsən bu dəqiqə dağ uçacaq, üstüvə töküləcək. Kapıda. Lütfen kapıda. Yaxşı. Toch even toch geskrip. Olur.